Salam, hörmətli müəllimlər, şagirdlər, biologiya sevərlər. Bugün 30 may tarixində keçirilmiş sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün sınaq imtahanlarının izahını vermək istəyirəm. Başlayaq birinci sualdan. Ali bitkilərdə yarpaqların müxtəlif formalı olmasını hansı elm sahəsi öyrənir? Müxtəlif forma dediyinə görə burada morfologiya götürəcəsi, bu asan sualdır. Yarpaqların hazırladığı üzüm maddələr kökə doğru gövdən hansı hissəsi ilə axır? Biz bilirik ki, yarpaqlarda hazırlanmış üzüm maddələr kökə qabıqda olan floema ilə axır, amma kökdə torpaqda sorulmuş su və mineral maddələr isə oduncaqda yerləşən borucuqlar vasitəsilə hərəkət edir. Ona görə də burada düzgün cavab floema olacaq. Hansı heyvanların xarici skeleti yoxdur? Buğmayaqlardır, foraminiferlərdir, xərçənglərdir, həşəratlardır. Bunlarda xarici skelet var, amma başxordallar daxili skeletə artıq malikdir. Hansı aləmin nümunələrində çoxhüceyrəliliyə təsadüf olunmur? Biz bilirik ki, bakteriyalar aləmində yalnız bir hüceyrəlidir, bir çoxhüceyrəli nümunəsi yoxdur. Ona görə də burada düzgün cavab kimi bakteriyaları götürürük. Şagirdlər təcrübə üçün şüşə qaba bitki və əhəngili su yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşlar. Müəyyən vaxt keçdikdən sonra əhəngili suyun bulandığı aydın olmuşdur. Bu zaman onların öyrəndikləri prosesi və istifadə etdikləri tədqiqat üsullarını müəyyən edin. Biz bilirik ki, karbon qazı əhəngili suyu bulanıqlaşdırır və burada da karbon qazı nə vaxt xaric olur? Tənəffüsdə və biz baxırıq A-da, B-də tənəffüs var, amma ölçmədən istifadə olunmadığına görə biz burada götürürük tənəffüs, müşahidə və eksperiment. Uyğunluğu müəyyən edin. Tropizm, taksis və refleks. Biz bilirik ki, orqanizmlər əgər bütöv bədənini götürüb hərəkət edirsə, bu taksisdir. Bədən hər hansı bir yerini istiqamətlənmiş müəyyən hissəsinin yer dəyişməsi eləyirsə, bu tropizmdir. Refleks isə qıcığa qarşı cavab reaksiyasıdır. Onda burada uyğunlaşdırsaq, tropiz və gedəcəkdir xarici amillərə qarşı bitkilərin müəyyən hissəsinin yer dəyişməsi, taksisə gedəcəkdir xarici qıcığa qarşı bürücəyi heyvanların yer dəyişməsi. Baxırsınız, yer dəyişmə deyir. Həmçinin xarici təsirlərə qarşı orqanizmin istiqamətlənmiş yer dəyişməsi. Refleksdə çoxhüceyrəli heyvanlarda qıcığa qarşı cavab reaksiyası, düzgün cavab A variantı olur. 35 timinli nukleotidə malik DNT molekulasının reduplikasiyası baş vermişdir. Replikasiya zamanı alınan molekularda cəmi neçə adenin nukleotidi iştirak etmişdir? Burada 35 timin dediyinə görə DNT molekulunda onun qarşısında da 35 adenin durur və DNT reduplikasiya etdikdə həmin timinin 35 timinin qarşısında, yəni yenidən yaranacaq 35 adenin, 35 adenin də qarşısında 35 timin, yəni cəmi 70 adenin iştirak edəcəkdir. Hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətərlərinin minimum sayı 60 olmuşsa, bu diploid orqanizmin somatik hüceyrələrinin xromosom yığımı neçə olmuşdur? Biz bilirik ki, birinci meyozda 2 bölünmə vətəri iştirak edir, 2 n sayda bölünmə vətəri iştirak edir. İkinci meyozda isə 4 n bölünmə vətəri iştirak edir. Burada cəmi 60 n, 6 n götürsək, 6 n-i 60-a bərabər etsək, n olacaqdır 10 və 2 n olacaqdır 20. Düzgün cavab burada A variantı 20 olacaq. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, bu minimum neçə blastomerin olduğu mərhələdə yarana bilər? Biz bilirik ki, eyni yumurta əkizləri əgər blastomerlərin sayı, məsələn, baxaq, burada çəkək. Məsələn, bir hüceyrə bölünür 2 yerə. Həmin bu 2 hüceyrə də daha sonra 4 hüceyrəyə bölünməlidir ki, burada 3 əkiz əmələ gəlsin. Yəni, maksimum sayı götürəcəyik bu zaman. Əgər, məsələn, 5 əkiz lazımdırsa, bu zaman biz 8 hüceyrə götürməliyik ki, buradan
5 əkiz yaransın və s. Həmişə maksimum sayı götürürsünüz. Düzgün cavab olur 4. 9-da düzgün cavab 4 olur. Ona baxırıq. Bu 10-cu sinif dərsliyində verilmişdir. Ürəyin quruluşu birinci şəkildəki timsahın ürəyinin quruluşudur. Çünki baxırsınız, mədəcikdə ara kəsmə var, amma ürəkdən çıxanda qan qarışır. Bu ikinci şəkildə olan quşların ürəyidir. Çünki sağ aorta göğsünə görə götürürük. Çıxandan sonra sağ tərəfə gedir. Digər şəkildə isə məməlilərin ürəyidir. Çünki sol mədəcikdən çıxıb sol tərəfə gedir. Sol aorta göğsüdür. Yəni, burada ona görə düzgün cavab olacaq 3 şimpanzedir. 11-ci sualı baxaq. Epifizin hazırladığı hormonun hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcıllığını müəyyən edin. Epifiz başlayacaqdır, kapilyara keçəcək. Daha sonra hər bir orqanın vena damarına keçir qan. Daha sonra ürəyin sağ tərəfinə, yəni sağ qulaqcıq, sağ mədəcik. Sonra ağciyər kötüyü ilə ağciyərə gedəcək. Ağciyərdə oksigenli, yəni arterial qana keçdikdən sonra gələcəkdir sol tərəfə, ürəyin sol tərəfinə, daha sonra böyük qan dövranına qoşulacaq. Ona görə də burada düzgün cavab A variantı olur. 12-ci sual. İnsan orqanizmində daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır? Burada ən çox bədən boşluğunda yerləşən, baxırıq, burada böyrək ifraza sistemidir. Yalnız qarın və çanaq boşluğundadır. Toxumluq heç bir boşluqda yerləşmir. Yumurtalıq çanaq boşluğunda, ağciyər döş boşluğunda, amma dilin aid olduğu həzm sistemi insanın 4 bədən boşluğunda yerləşir. Çin qurşağı sümüklərinin sayı ən çox olan. Biz həmişə deyirik ki, Çin qurşağı sümüyü qurbağada 4 növ və 7 ədəddir. Ona görə də burada qurbağa götürür. Çünki şimpanzenin Çin qurşağı iki kürə, iki körpücükdür. İnsanda həmçinin, yarasada da həmçinin, göyərçində isə 2 körpücük, 2 kürə və 2 qarğa sümüyüdür. Protozoozlara aiddir. Protozoozlar bir hüceyrəlilərin törətdiyi xəstəlikdir. Ona görə burada düzgün cavab Liambula olacaq. Hansı orqanizmlərdə digər canlılarda rast gəlinməyən qidalanma tipinə rast gəlinir? Biz bilirik ki, bakteriyalar aləmində 4 qidalanma formasının 4-ü də vardır. Xemosintez, fotosintez, avtotrof, saprofit və parazit. Ona görə də burada bakteriya götürür. Çünki xemosintez bakteriyalardan başqa heç bir canlıda olmur. Hansı orqanlar sisteminə aid olana qarın boşluğunda təsadüf olunmur? Burada baxırıq, qarın boşluğunda qan damar sistemi hər bir boşluqda ola bilər. Həzm sistemi dedik 4 boşluqda olur. İfraza sistemi qarın və çanaq boşluğunda, sinir sistemi də bütün boşluqlarda ola bilər. Sinir düyünləri və yaxud da sinirləri götürsək əgər. Yalnız burada hansı orqanlar sisteminə aid olana qarın boşluğuna təsadüf olunmur? Tənəffüs sistemi döş boşluğundadır. Ürəyin 1 saniyəlik sikl şəraitində 512 tənəffüs hərəkəti baş vermişsə, qulaqcıqların sistolasına nə qədər vaxt sərf olunur? Bunu bu formada yazmaq olar. 1 dəqiqədə 16 tənəffüs hərəkəti baş vermişsə, 512 tənəffüs hərəkəti x dəqiqə yazırıq. Buradan x-i tapsaq, 512-ni 16-ya bölsək, 512, 6, 8, 32 edəcəkdir. 32. Daha sonra götürürük belə 0,8 saniyədə əgər 0,1 saniyə qulaqcıqların sistolasına sərf olunursa 32 dəqiqədə x buradan da 4 dəqiqə edir. Bunu çevirib saniyə ilə də elə bilərsiniz. Yəni sonuçda eyni cavaba gəlib çıxır. Yəni 4 dəqiqə olur. 18-ə baxaq.
Parasimpatik sinirlər artırır. Biz bilirik ki, parasimpatik sinirlər əksər orqanların fəaliyyətini azaldır, amma həzm şirələrinin ifrazını artırır. Ona görə düzgün cavab Y variantı olacaq. Buxumayaqlara aid hansı fikir səhvdir? Qan toxuma maisi ilə qarışır. Düzgündür. Açıq qan damar sistemidir əksəriyyətində. Zəhər vəzlərinə malik nümayəndələri var. Bəli, var. İfrazat orqanı başda yerləşə bilməz. Başda yerləşən buxumayaqlı var. Xərçəng kimlər? Bir cüt yaşıl vəzi. Ona görə də səhv cavab olacaqdır. 19-da C variantı. 20-yə baxaq. Əgər canlılarda tumurcuqlanma yolu ilə çoxalma baş versə, onda bu canlı aydın məsələdir ki, tumurcuqlanma yolu ilə maya göbələyi çoxalır və bir də bağırsaq boşluqlardan hidra, bu da bir hüceyrəli göbələk və çox hüceyrəli heyvanlar ola bilər. Tumurcuqlanma ilə süngərlər tipində də çoxalma formasına rast gəlmək olur. Canlılardan neçəsində hərəkət orqanı var? Hərəkət orqanı bilirik ki, yeriməyə xidmət edən qaranquşda var, yarasada var. Daha sonra qaranquşda, yarasada, kələm kəpənəyində var və ördək burunda var, yəni 4-ündə var. Hansı xromosom mutasiyası deyil? Xromosom sayının azalması, bir vahid artması, bir vahid azalması genom mutasiyasına aiddir. Ona görə də düzgün cavab Y variantı götürürük. Verilmiş variasiya sırasında əlamətin orta qiyməti neçədir? Bunu tapmaq üçün müəllimlər bu topluda da belə bir sual var, dərsliyimizdə də belə bir sual var. Variantları rast gəlmə tezliyinə vururuq. Yəni 3 dəfə 3 9, 4 dəfə 7 28, 5 dəfə 15 və s. bunları vurub, nəticələri toplayıb, daha sonra həmin rəqəmi canlıların sayına, yəni altdakı rəqəmlərin cəminə, yəni 100-ə bölmək lazımdır. Burada da düzgün cavab 6,58 etməlidir. Səhv eləmirəmsə, elə olmalıdır. 6,58. Daha sonra 24-cü suala baxırıq. Mitoz bölünmə nəticəsində yaranır. Qıcının qametləri mitoz bölünmə nəticəsində yaranır. Çünki qıcının qametləri yaranır protalın üzərində. Protal özü haploid xromosom dəstinə malik olduğuna görə qametlər də mitoz bölünmə nəticəsində yaranır. Buradan biri götürürük. Daha sonra qatırquyruğunun yarpaq hüceyrəsi, çünki somatik hüceyrələr mitoz bölünməyə məruz qalır. Baxın, sporlar əksərən, məsələn, mamırlarda, qıcı kimlərdə sporlar meyoz bölünmə nəticəsində yaranır. Quş mamırının ayaqcıq hüceyrələri, bu da mitoz bölünmə nəticəsində yaranır. Qıcının protal hüceyrələri də özü haploid olduğuna görə hüceyrələr mitoz bölünmə nəticəsində yaranır. Ona görə burada düzgün cavab 1, 3, 6, 7, 1, 3, 6, 7 cavabı olacaq. Diheterozigot ətirli noxud bitkilərinin çarpazlaşması zamanı AB tipli qametlər məhv olarsa, alınan birinci nəsildə çiçəklərin rənginə görə neçə fenotip, neçə genotip alınır? Qeyri-allergenlərin qarşılıqlı təsiri mövcuddur. Diheterozigot ətirli noxud bitkisi ilə çarpazlaşdıraq və böyük A, böyük B tipli qametləri öldürək. Böyük A, kiçik A, böyük B, kiçik B. Daha sonra çarpazlaşdırıb bunu böyük A, kiçik A, böyük B, kiçik B ilə. Buradan 4 qamet alınır və böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B belə yazsaq. Və yaxud da peynir cədvəldə qurub yaza bilərsiniz. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və kiçik A, kiçik B. Burada biz məhv edirik bax bunu və bunu. Daha sonra bir-bir hibridlər alırıq. Böyük A, böyük A, kiçik B, kiçik B. Belə. Daha sonra böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik A, kiçik B, kiçik B. Digərinə baxırıq. Böyük A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, böyük B, böyük B. Kiçik A, kiçik A, böyük B, kiçik B. Görüm gözümdən bir şey yayılmadı ki. Daha sonra böyük A, kiçik A, kiçik B, kiçik B. Kiçik A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Burada məsələnin şərtində bizə verilib ki,
qeyri-allel genlərin qarşılıqlı təsiri mövcuddur. Deməli, ətirli noxud bitkisi deyirsə, burada biz iki fenotip alacağıq. Qırmızı və ağ gecə çiçəyi bitkiləri alacaq. Yəni, iki fenotip alırıq. Genotipə baxaq. Baxın, bundan böyük A, böyük A, kiçik B, kiçik B-dən bir genotip, böyük A, kiçik A, böyük B, kiçik B-dən bir, deməli, iki genotip, daha sonra bu 3, bunlar 4, 5 və 6 genotip alırıq. Düzgün cavab 2 fenotip, 6 genotip olur. 26-cı suala baxaq. Hansı cinsiyyət xromosomlarına malik qametlərin birləşməsi zamanı Klinefelter sindromlu insanlar yarana bilər? Biz bilirik ki, Klinefelter sindromlu cinsi xromosomun bir vahid X xromosomunun artıqlığıdır və XXY kimi xromosom dəstəyi artıq mövcud olur onlarda. Daha sonra bu formada çarpazlaşma zamanı neçə fenotip, neçə genotip alınır? Genlər ilişiklidir, dominantlıq tamdır, ilişikli pozulmamışdır. Bunu etmək asandır, yəni genlər ilişikli olanda 3 cür böyük A, böyük B, kiçik B, böyük C, kiçik C çarpazlaşdırırıq. Böyük A, kiçik A, böyük B, kiçik B və böyük C, kiçik C. İlişikli dediyinə görə dominantlar bir qametə düşəcək. Resessivlər bir qametə, digərində də dominantlar bir qametə və resessivlər bir qametə düşəcək. Daha sonra çarpazlaşdırsa, böyük A, böyük A, böyük B, böyük B, böyük C, böyük C, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, yenə də böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, nəhayət, kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C alınır. Baxırıq buradan 3 fenotip alınır. Daha doğrusu 3-ün 1-ə, yəni 2 fenotip alınır. 1, 2, 1, yəni 3 genotip alınır. 2, 3 düzgün cavab olacaqdır. B variantı 27-dir. 28-ə baxırıq. Hansı sümüyün və ya sümüklərin sınması zamanı şina qoymaq olmaz? Biz bilirik ki, döş sümüyü sınanda şina qoyamaq mümkün deyil. 29-a baxırıq. Nisbi molekul kütləsi 450 min olan hidrogen rabitələrin sayı 1700, adenin nukleotlərin sayını tapmaq tapşırılıb. Nisbi molekul kütləsi 450 mindirsə, 450 mini biz bölürük nukleotidlərin nisbi molekul kütləsinə, yəni 300-ə. Həll edək. Bunu da 450 mini bölürük 300-ə. Tapırıq 1500 nukleotid var. Daha sonra bizə hidrogen rabitəsi də məlumdur, 1700. Belə bir düsturumuz var bizim. Hidrogen rabitəsi bərabərdir bütün nukleotidlər plus sitozin. Hidrogen rabitəsini verib, unutdum, 1700. 1700 bərabərdir. Nukleotidləri tapdıq 1500 plus sitozin. Buradan sitozini tapaq 200. 200 sitozindirsə 200 də guanin olur. Cəmi olur 400. Biz ümumi nukleotidlərdən 1500-dən 400-ə çıxanda yerdə qalır 1100 adenin və timin. Bunu da 2-yə böləndə 550 adeninə, 550 timinin payına düşür. Bizdən nəyi soruşulur? Adenini soruşduğuna görə 550 düzgün cavab olacaq. Seleksiyaçının aldığı diploid xromosom yığımına malik sortda xromosomun endosperm hüceyrəsi mitoz yola bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosomların sayı 48 olmuşdur. Bitkinin kök hüceyrəsinin nüvəsində olan xromosom sayı nə qədər olur? Biz burada baxırıq ki, mitozun anafaza dediyinə görə bir dənə bir şeyi yadınızda saxlayın ki, anafaza normal hüceyrədən 2 dəfə artıq olur. Mitozun anafaza dediyinə görə 48-i 2-yə bölürük ki, endosperm hüceyrəsini tapaq. Tapırıq 24. Endosperm hüceyrəsi 24 olur.
yəni 3n 24 olur. Bu zaman bizə lazımdır kök hüceyrəsinin nüvəsinin 10 xromosom sayı. 24-ü n-ə gətiririk, olur 8 və diploid götürəndə bunu olur 16. Düzgün cavab A variantı olur. Virusların törətmədiyi xəstəlikləri seçin. Törətdiklərini çıxış eləsək, qızılca, təbii çiçək, quduzluq, bunları çıxsaq, törətmədiyi xəstəliklərə qalır 1, taun, vəba 4, difteriya və skarlatina törətmədiyi xəstəliyə qalır 1, 4, 5, 8. 32-yə baxaq. Eyni miqdarda götürülmüş noxud, qarğıdalı və darı toxumundan maksimum su udduqdan sonra çəkiləri 95 kiloqram olmuşdur. Quru darı toxumlarının çəkisi nə qədər olmuşdur? Bunu da həll edək. Burada bir şeyə diqqət yetirmək lazımdırsa, eyni miqdarda deyir götürülür və udduqdan sonra çəkiləri 95 kiloqram olur. Yəni, x plus x bu qarğıdalı olur, plus x plus 2-də 1x, yəni 0,5x noxud olubdur. Ya da bu noxud olub, üzrlü sayın, bu qarğıdalı olur. Plus x plus 4-də 1 0,25x-də darı olub. Bunları cəmləyirik, edirik 95. Buradan 4,75 alınır. 4,75x bərabərdir 95. X də bərabərdir 20 olur. Yəni, hər birinin quru çəkisi 20 olur. Eyni zamanda darı. 33-ə baxaq. Mezozoy erasında baş vermiş aramorfozları seçin. Mezozoy erasında Trias, Jura, Tabaşir dövrlərinə bölünür. Burada nə əmələ gəlir? 2 qat mayalanma baş verir. 1. Məməlilər yaranır Triasda. 2 qat mayalanma Təbaşirdə, məməlilər Triasda, əsil quşlar Təbaşirdə və eyni zamanda dişiciyin yaranması da əmələ gəlir Təbaşirdə. Hansı oldu? 1, 4, 5, 6. 34-ə baxırıq. Düzgün fikri seçin. Canlılar süd vəzi yoxdur, çəngəl sümüyü var. Bu quşlar sinfi ola bilər. Süd vəzi var, çəngəl sümüyü yoxdur, məməlilər sinfi ola bilər. Nə süd vəzi yoxdur, nə çəngəl sümüyü yoxdur. Bu da sürünənlər və yaxud da suda qurda yaşayanlar ola bilər. Düzgün fikri seçin. Dərisində heç bir vəzi yoxdur deyir birin. Birdə var, quşlarda büzünün vəzi. 2 suda yaşaya bilməz, delfin, balina və yaxud da kaşalot yaşaya bilər. Onurğaya malik ola bilməz. Biz bayaqdan onurğalıları sayırdıq. 1, 2, 3 eyni tipin nümayəndəsi ola bilər. Bəli, xordalar tipinin nümayəndəsi ola bilər. Düzgün cavab odur. Meşələrdə yanğınların baş verməsi canlıların sayına təsir edir. Bunun qarşısını almaq üçün hansı işlər görülməsi daha məqsədə uyğun deyir. Daha məqsədə uyğun insanlar arasında təbliğatın aparılması ola bilər. Həm prodüsent, həm də konsument ola bilər. Yəni, həm fotosintez edici, həm də autotrof, həm də heterotrof ola bilər. Bu da milçək tutan, bitkisi ola bilər. Antropogenə qədər olmamışdır. Yəni, insan əmələ gəlməsinə qədər olmamışdır. İnsan əmələ gələndən sonra çənəltı çıxıntı yaranır və nitq yarandı. Ona görə düzgün cavab onu götürür. Elerven diaqramında X-in yerinə yazmaq olar. Virus və xlamidamana da verilmişdi yosun. Ortaya nə yaza bilərik? Burada asan yolla sizə deyək ki, virusda nə varsa onu götürün. Biz də bilirik ki, viruslarda ya DNT, ya RNT olur, yəni nuklein turşusu və eyni zamanda zülal kapsiddən ibarət olur. Buna görə düzgün cavab 1, 3 götürürük. Aramorfozdur, yəni ümumi yüksəliş deməkdir. Burada da çiçəyin yaranması aramorfozdur. Digərləri isə adaptasiyaya misaldır. Çiyələk bitkisinin toxumunun endosperm hüceyrəsində cinsi xromosomlar X, Y, Y ola bilərmi? Biz bilirik ki, çiyələkdə dişi heterogametlik var. Onun yəni düzgün variantlardan yola çıxsaq, ola bilər götürürük burada. Rüşeymində Y xromosom makrospordan əmələ gələrsə. Çiyələkdə dişi heterogametlik olduğuna görə rüşeymində ya XX olacaq, ya da YY olacaq. Bu da erkək fərdin X ilə birləşsə ya XXX olacaq, ya da
dişi fərqini x ilə birləşsə y, x olacaq. Ona görə də biz deyirik ki, çiyələkdə x, y ola bilər. Çünki mayalanmada bilavasitə iştirak edən üşüyüm hissəsi y xromosomlu makrospordan əmələ gələrsə. Burada da ola bilər var, amma X xromosom yazılıb. Burada da ola bilər var deyirsə, tozcuq dənəsi deyir. Yox, tozcuq dənəsi erkəyindir. Erkəkdə X-dir. İnsanın tənəffüs sistemində oksigenin hemoqlobinlə birləşməsi. Oksigen hemoqlobinlə harada birləşir? Alveolları əhatə edən kapilyarlarda birləşir. Çünki alveolların boşluğuna oksigen daxil olandan sonra ona əhatə edən kapilyarlara keçir və kapilyarda hemoqlobinlə birləşir. Məməlilərin ifrazə sisteminə aid şəkildə hansı rəqəmlə qeyd olunmuş orqanlar quşların ifrazə sistemində olmur? Biz bilirik ki, quşlarda sidik hissəsi və sidik kanalı olmur. Ona görə 3 və 4-ü götürürük. Kişinin cinsiyyət sisteminə aid verilən orqanların hansında və ya hansılarında əmələ gələn hüceyrədə baş verən mutasiyanın sonraki nəslə ötürmə ehtimalı vardır? Təbii ki, toxumluq olacaq. Çünki toxumluqda mutasiya baş verəcəksə, bu da hüceyrədə keçəcək və mayalanma zamanı da sonraki nəslə ötürüləcək. İngiltərədə ananın biri qara, digər isə ağdərili olan əkiz qızlar dünyaya gəlib. Yəni, eyni ananın 2 əkiz qızı dünyaya gəlmişdir və biri qara, biri isə ağdərili olub. Bu əkizlər haqqında düzgün fikri göstərin. Bu əkizlərin əmələ gəlməsi üçün mayalanmada bir ədəd qamçılı qamet iştirak edir. Biz belə baxırıq ki, bunlar müxtəlif yumurta əkizidir. Müxtəlif yumurta əkizinin mayalanmasında 2 spermatozoid, 2 yumurta hüceyrə iştirak edir. Ona görə bunu götürmürük. Ana bətnə onlar eyni göbəkciyəsi yox. Müxtəlif yumurta əkizlər hərəsinin öz göbəkciyəsi olur. Onların somatik hücrəsinin xromosom müxtəlifliyi eyni deyil. Xeyr, hər ikisi qız uşağı olduğuna görə 23 xromosom müxtəlifliyi var. Onlar ana bətnində eyni ciftlə qidalanır. Yox, dedik ki, hərənin öz cifti olur, hərənin öz göbəkciyəsi olur. Bu əkizlər morfoloji kriterinə görə eynidir. Kriterilərə görə götürsək, yəni eyni növə aid olan canlılar eyni morfoloji kriteriyə malik olurlar. 45-ə baxaq. Aşağıdakı ifadələr avtotrof və heterotrof nəzəriyyələrine görə uyğunlaşdırın. Bu avtotrof və heterotrof nəzəriyyələrə görədir. İlkin canlılar hazır üzüm maddələri istehlak edirdi. Bu heterotroflara aiddir. İkinciyə B götürəcəyik. İlk orqanizmlər qeyri-üzüm maddədən öz qidalarını sintez edir. Bu avtotrofdur. Bu nəzəriyyəyə görə ilk canlılar heterotrof idi. Bu da heterotrofa gedir. İlk canlılarda qidalanma fotosintez və xemosintez prosesi ilə baş verirdi. Bu da avtotrofa gedir. 1-ə B, D, 2-yə A, C gedir. B, D, 2-yə A, C, Y variantı olur. Sxemdə biosferdə maddələr dövranı əks olunub. Əgər saprofitlərin fəaliyyəti tam dayanarsa və ilk olaraq hansı proses baş verir? Burada baxırıq ki, mikroorqanizmlər, yəni saprofitlər maddələri minerallaşdırır, karbon qazı və suya. Yəni, bu olmasaydı nə olardı? Fotosintez zəifləyirdi. Bitkilər üçün lazım minerallar torpaqda azalardı. Çünki saprofitlər olmayacaqdı və fotosintez zəifləyərdi. Daha sonra digər proseslərdə baş verərdi. Daha sonra amma. 47-yə baxırıq. Qrafikdə verilənlərə əsasən düzgün fikri seçin. Bu, hazır, yəni qrafikdə verilibdir. Bunun əsasında nəticə çıxartmalıyıq. Yayda günün bütün saatlarında fəal olurlar. Yay, iyulda günün bütün saatlarında fəallıq yoxdur. Görürük ki, artıb azalma var. Sutkalıq fəallar aylar üzrə dəyişilir. Bəli, baxırıq, fəallıqlara baxın, aylar üzrə çox dəyişir. Payızın əvvəlində, payızın sonu ilə müqayisədə daha fəal olur. Payız hardan başlayır? Sentyabr, oktyabr, noyabr. Həqiqətən payızın əvvəlində aktivdir. İstiqanlı canlı olduqlarına görə gün ərzində fəallıq dəyişmir, amma biz baxırıq ki, dəyişir. Burada nəyi götürürük? Düzgün fikirləri götürürük. 47-də oldu 2 və 3. Düzgün cavab oldu. 48-ə baxırıq. Sxemə əsasən düzgün fikri müəyyən edin. Produsent, konsument və redusent. Birinci, atomların biogen miqrasiyasına iştirak edə bilməz. Niyə də etməsin? Bütün canlılar edər. Eyni zamanda produsentlər. İkinci, saprofit yolla qidalanma canlı ola bilməz. İkinci, saprofit qidalanan canlı ola bilər. Ola bilər. 3 virus ola bilər.
Yox, 3 virus ola bilməz. 2 və 3 eyni aləmin nümayəndəsi olar. Bəli, ola bilər. Eyni aləmin nümayəndəsi. Bizim heyvanlar aləminin, göbələklər aləmi daha doğrusu nümayəndəsi ola bilər. Maddələr mübadiləsinin əsas mərhələləri hansılardır? Maddələr mübadiləsi 3 mərhələdən ibarətdir ümumiyyətlə. Xarici mühitdə maddələrin qəbul edilməsi, onun maddələrə çevrilməsi, artıq məhsulların da xaric edilməsi. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrinin sayı eyni olub, sonda alınan yönəlici cisimciklərin sayı 60 olmursa, sonda cəmi neçə qamət alınır? Bunu yönəlici cisimlə yola çıxsaq, biz bilirik ki, bir hüceyrədən 4 hüceyrə yaranır. Bunun biri qamet, 3-ü yönəlici cisim olur, yumurtalığa daxil olmuşdan gedir söhbət. Burada da 60 yönəlici cisim olubsa, 60-ı 3-ə bölsək, 20 yumurtalığın yetişmə zonasına daxil olmuş hüceyrə olur. Və deyir ki, yetişmə zonasına daxil olmuş hüceyrələrin sayı eyni olmuşsa, yəni toxumluğun da yetişmə zonasına 20 hüceyrə daxil olur. Daha sonra nə istəyir? Sonda neçə qamət alınır? Biz bilirik ki, toxumluğun yetişmə zonasına bir hüceyrə daxil olursa 4 qamət alınır, 20 hüceyrə daxil olursa 80 qamət alınır. Yumurtalığın yetişmə zonasına bir hüceyrə daxil olursa 1 qamət yaranır, 20 hüceyrədə daxil olursa 20 qamət yaranır. 80 ilə 20-ni toplayanda cavab olacaq 100. Deməli, burada düzgün cavab olacaq 100 A variantı. Belə, bu da 30 may tarixində keçirilmiş sertifikasiya imtahanı üçün, sertifikasiyaya hazırlaşan müəllimlər üçün keçirilmiş sınaq imtahanlarının izahları. Uğurlar olsun.